Əgər sən danışanda qarşındakı telefona baxırsan, fikri yayınırsa və bu səni əsəbləşdirirsə, onda bunları mütləq bilməlisən. Bəzən yaxınların belə səni dinləmir. Buna görə hətta küsürsən, inciyirsən. Əvvəlcə fikirləşirsən ki, bu hörmətsizlikdir. Amma sonra belə bir fikir yaranır. Bəlkə mən bir qədər maraqlı deyiləm. Bəlkə mən gücsüzəm. Xüsusilə rəhbər şəxslərə bu hiss tanışdır. İclaslarda uzun-uzun danışırsan, işçilər sənə baxır, başı ilə təsdiqləyir, amma hiss edirsən ki, orada deyirlər. Sizə etiraf edeyim ki, illər əvvəl ilk dəfə efirə çıxanda bunu mən də yaşamışam. Hər şey hazır idi. Studiya, mətn, mən hazır idim və başladım danışmağa. Danışmağa başlayandan bir neçə dəqiqə sonra isə başa düşdüm ki, studiyadakıların diqqəti yayındı. Sonralar başa düşdüm ki, məni niyə dinləmirdilər? Çünki mən hələ özümə mövqe tutmamışdım. Mən danışırdım, amma aparmırdım. Və məndə olan özünə inamsızlıq, həmin anda keçirdiyim həyəcan bədən dilim vasitəsilə də ötürülürdü. Baxın, insan beyni ilk saniyələrdə qərar verir. Bu səsə güvənmək olar, bu insan mənə aparacaq. Əgər dediyiniz ilk cümlədə tərəddüd varsa, sonrası eşidilmir. Hətta dedikləriniz doğru olsa belə. Çünki nitqimiz bilik ötürmür, nitqimiz vəziyyəti ötürür. Və səni dinləməmələrinin səbəbi çox vaxt bilik deyil. Sənin ilk saniyələrdə ötürdüyün siqnaldır. Səs, pauza, mövqe. Və ən vacibi, insanlar səni o vaxt dinləməyə başlayır ki, sən özünə inanaraq danışırsan. Çünki inam səsdən əvvəl deyil, səsin içindən eşidilir. Amma məyus olma. Yaxşı xəbər budur ki, bu dəyişir, bu öyrənilir. Unutma, nitqin sənin ikinci şəxsiyyət vəsiqəndir.